Niyam Salami ilə niyə aranda inciklik var? İncili biz siz nədən? Mən heç vaxt yenə də deyirəm, sözün düzün deyəndə deyirlər, hamı inciyə bilirlər, özləri bilərlər. Niyam Salami məni tədbirlərin birinə konsertə dəvət eləmək istədi. Mən açıq danışacağam. Mən heç vaxt hər şey diqqətli dostdan gözləyərəm. Əgər dostsansa, əsl dostsansa, mən bir qadınam, düzdür Zema? Qadına daha çox dəstək olmaq lazımdır. Biz öz əziyyətinlə, niyə görə baxırsan ki, gündə nə qədər qonorar qazanan insana, əksinə daha da çox qonorar ayrılır. Biz qadın olaraq, bir zəif məxluq olaraq bizə heç vaxt bu dəyər verilmir. Səhv deyirəm, deyin, xanımsız. Biz də istəyirik də, biz də nə olsun ki 5 manat biz artıq qazananda bəyəm nə olur ki? Axı biz təkik. Bütün hər bir yük biz xanımların çiynindədir. Nə olar ki, bəylərdən bizə artıq dəyər versələr? Mən sözün düzün demişəm, o dost məndən inciyib. Deyib ki, sən dosta, mən heç vaxt dostdan bu günləri, sən bu çörəyi qazanmaq istəyirsənsə, mən sənin yanında olacam. Amma mən səndən özümə qarşı diqqət gözləyəcəm. Əgər o diqqəti mənə göstərmirsənsə, mənə qoyulan qiyməti görmürəmsə, mən neynəməliyəm? Sözün düzün də deyəndə hamı inciyir. Amma mən də o diqqəti istəyirəm, mən də o dəyəri istəyirəm. Və mən necə sən kişi xeylağına sənə dəyər verib, diqqət eləmişəm, insan elədiyin deməz. Və mən də səndən onu gözləyirəm axı. O nətər dostluq olur? Bax, siz deyin, xanımlar, səhv deyirəm sana Allah. Sözün düzün də deyəndə hamı inciyir. Niyə inciyirsiniz? Amma əsas odur mehribançılıq olsun. Mehriban, yenə də deyirəm. Əsas odur, arada söhbətlər yoxdur. Yox, mən bir dənə söz deyim. Nə qədər dostum olsa da, mən heç vaxt o pərdə ortadan götürülməməlidir. Bax, səninlə də dostluq. Neçə ildir artıq? Aramızda hansısa bir mübahisə olub. Salam, əleyküm. Həftədə bir dəfə verilişdən də bir-birimizi gördük. Heç keçən həftədən bir də axşam çəkilişə gedəndə verilişdən çıxdıq, çəkilişə getdik, bir də onu. Biz dostlar, hamı bizə, tamaşaçı da sual verir ki, hər gün Niyamı görürsən. Abala, mən hər gün Niyamı niyə görürüm? Konsert olanda, toy olanda, tədbirlər olanda, efir olanda görürük. Təki arada söz-söhbət, olmasın, mənim heç kimdən qalmaq halım yoxdur. Böyük bir söz-söhbət olmasın. Mən istədim ki, əməkdaşlardan xahiş elədim ki, Niyam Salamini telefon xəttinə qoşsunlar. Dəyərli dostu, amma köməkçisi cavab verdi. Söylədi ki, Niyam Salaminin ailəsində itki baş verib, bacısının yoldaşı rəhmətə gedib. Ona görə telefona cavab verilməyəcək. Allah rəhmət eləsin Niyam. Allah rəhmət eləsin, bir də kədərli günlər qismət eləməsin. Sən yenə də dostumsan. Və dost bu gündə lazımdır bizə. Əti də yesəm dırnağı batmır. Bəli, mən istəyirəm ki, hər zaman mehribançılıq olsun. Niyam, sən yaxşı dostsan, illərdir səni tanıyıram.